Çok sağ olun. Nəsimlərin dəyərli tövsiyələrinizə, fikirlərinizə görə Çok tatlı şeyler. sizdə qalsın. Bu zalda olacaq. Aha. Bəli, mübahisəli məsələlərdə elə biz də çalışırıq ki, birinci Angliyadan başlamayaq, Bakıdan, Azərbaycandan başlayaq. Ən sadə şeylərdən vaxtımız çoxdur. Zaman-zaman biz daha çətin, daha zor bölümlərə də gedəcəyik. Elə ilk sualımız, кейsimiz başlayan ki, multisentrik multifokal süd vəzi xərçəngi nədir? Sual sadədir, amma çox mübahisəli suallardan biridir. Bəzi ədəbiyyatlarda ayrı-ayrı kvadrantda yerləşirsə, bəzi ədəbiyyatlarda 5 sm arada məsafə varsa, bəzi ədəbiyyatlarda 3 sm arada məsafə varsa, kim bunun, yəni hansıdır doğru, hər kəs bir fikir deyir. Ona görə bizim bu sualı cərraha yönəldirik və cərraha bizim bu suala 2 nəfərin Ceyhun doktoruna, Elnur doktorun imkanı var cavab verməyə. Ceyhun doktor öz xərcləyib şansını Elnur doktora müraciət edirik. Buyurun Elnur doktor Kəlbizadə. Zəhmət olmasa bizə biraz multisentrik multifokal qısa. Nədir? Multifokal süd xərçəngi, vəzi xərçəngi eyni mənada məsələn, təbii kadranda birdən çox məsələn, beyin tümör olması multifokal olaraq adlandırılır literatürdə. Amma multisentrik isə məmənin birdən fazla kadranında, məsələn, ya da üstdə və ya altda birdən fazla tümörün olması. Fərqli kadranda, yəni birdən fazla tümör varsa, o da multisentrik olaraq adlandırılır deyə bilir. Kısa cevap verdi. Çok sağ olun. Mübahisemizi tez kestiniz. Olsun. Başka fikir olan var mı? Benim ve doktorun söylediğinden əlavə multisentrik multifokal hakkında yeni bir başka bir məlumat olan. Buyurun. Multifokalına əsas foksun və satelitin qiymətləndirilməsi nə görə gülürsünüz yoxsa yox? Yani multifokal daha yakın, eyni heterogen olmayan, daha satellitli, metastazlı ya. Yani onu ancak patolojiden sonra belki patolog çok aralarında biraz metastaz daha agresif olarsa falan belki ayırabilir ama yani biraz çetin sualdı. Hele ki ayırt edeyen yoktur. Aha, yoktur. Yani her metastaz, her residif əlbəttə şişdən biraz agresif ola bilər. Bəlkə o yüzden patolog nəsə deyə bilər, amma çox hələ ki belə bir məlumatlarımız yoxdur. Demək, 42 yaşında qadın xəstə perimenopavzadadır. Sol süd vəzinin yuxarı kvadratında ələnən törəmə var. Tibbi anamnezində qıcıqlanmış bağırsaq sindromu, tonzilektomiya olub. Ailə anamnezində anasının 58 yaşında hormon pozitiv süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. Cərrahi müalicə və kimioterapi almışdır. Daha sonra asbestə məruz qalma ilə əlaqədar mezotelioma diaqnozu qoyulmuşdur. Bibisində isə 60 yaşında süd vəzi xərçəngi olmuşdur. Deməli, növbəti sualım genetiklərimizədir. Bu genetiklərimizdə bizim Könül xanımdan Arzu xanım. Arzu xanım danışıb Könül xanıma müraciət etmək istəyirəm. Könül xanım. Burada bir oxuyanda bu anamnezdən bu xəstədə genetik bir xəstəlik olma ehtimalı varmı? Bu məlumatlardan hansı genin mutasiyası olması haqqında sizə bir fikir yaranır mı? Aha, qalın deyəcəm. Hələ bu iki sualımı cavablayın. Hansı genin mutasiyası olmasına analiz bilmək deyil. Çünki riskli tüm gerçekler ümumiyyətlə poligenidir. Onu analiz eləməmişdim. Tabii irsi çəngə şübhə var mı, yox mu? Testlər var mı, yox mu? Əslində protokola görə ailədə ən az 3 nəfərdə xərçəng olduğu hallarda 42. Nələ yaşı göstərib, başqa şeyləri göstərib, istəyirəm biraz diqqətli baxmanız görəcəksiniz. Gənc yaşlı ailədə bir nəfərdə olması kifayətdir, genetik müayinə olsun. Bəli. 3 ayrı cüzdə, trikomiyyə olsun. Demək, Arzu xanımın qatkısı əlavəsi var mı? Hansı genin mutasiyası olması hakkında bir fikir yaranabilir mi? Sadece olarak en sistemin kısmında da belirtmiştim. Artık ailede bir nefer belə 50 yaşın altında varsa biz mütləq onlara baxmalıyıq, yəni birisi. Və də şəxsin əgər özündə varsa, tipindən asılı olmayaraq 50 yaşın altında varsa mütləq baxılmalıdır və bir də
Yaştan bağımsız, eğer PARP inhibitörü müalicesi alacaksa bu zaman istenilen yaşta kaçıncı paneli olacak. Zaldan katkısı olan var mı? Çok sağ olun. Bəli. Yadınızdadırsa, Payızdaş Konqresdə Çindən məruzə var idi. Sağ olun. Bəli. Süd vəzi xərçəngi. Bəli. Və orada belə dedilər ki, mən o slaydı götürmüşəm və tələbələrə də leksiya üçün qoymuşam. 80% hallarda bu 80% hallarda bu nə irsi deyil, nə ailəvi deyil. 5-7% irsi xəstəlik demişdik, 15-20% də ailəvi. Belə bir xəstəlik eləmişdik. Biz həmişə özümüzdə ya bunu ailəvi deyərdik və düşünər deyirəm, bu həm də genetik. Şəxsən mən elə fikir etmişdim həmişə. İndi ailəvi genetikdir mi, yoxsa genetik ailəvidir mi? Ama her zaman risk değil. Bəli. Çünki mütəxəssis. Şeyler ne zaman kaçacağını görüyorsun. Geninde. Çok alır. Yine dedim, bu ikisi eyni şeydi yok. Xeyr, eyni şey deyil. Her zaman İndi, bak burada sualların içerisinde bibi meselesi de var. yani Ana meselesi de var. Somatikler. Bibi onunla genetik eyni olmayabilir. Evet. Düzdür mü? Evet. Yani o bizi gerek şaştırsın ya şaştırmaz. Burada şimdi polimorfizmlerde, bayağı ben bir edersen polimorfizmlerde. Çünkü genetik kimi görsek bibi de şaştırabilir bizi. Evet. Ailevi kimi görsek bibinin dahli yoktur. Öyle değil mi? Hə, mən yaxşı, mən fikrimi sonra deyəcəm, genetik konsultasiya almaq, genetik danışmanlıq. Onu bilir ki, bütün xəstələrə lazımdır. Bütün qadınlara, süd vəzinin şikayəti olan hamıya, xəstə olmayan da, ailəvi riski olan, genetik riski olan adamların hamısına lazımdır. Amma genetik test kimlərə lazımdır? Bu müzakirə olunur. Genetik konsultasiya alan zaman xəstə deməli xəstə nəyi aydınlaşdırır özü üçün? O genetik konsultasiyadan nəyə testi verməlidir, hansı geni yoxlamalıdır, hansı üsulla verməlidir? Buna genetiklərimiz yine. Buyurun Könül xanım. Analizi verilmekte maksat hastayı diagnoz koymak değil. Diagnoz zaten onkologlarımız koyuyor. Sadece bilme istirahatı nöbetlensiyle ötürülme ihtimali var. İrstiliğini bilmektedirler. Kaçınlar her zaman gerekli ama her zaman irsi değil. Yani nöbetlensiyle ötürülüyor. Lakin irsi olduğu halde 50 faydalıdır. Çünkü bütün kanserler altın dominan. Altın dominan olabilmektedir. Yani 50 fayda nöbetlensiyle ötürülme ihtimali var. Bu büyük bir faiz olduğuna göre istenen kanser xəstəsinin imkan dağılımında onkolog yönləndiriləcək müayinəyə. Lakin xəstəni şübhəyə salan məqam odur ki, bizdə ailə tövbədir. İlk sualı olur ki, bizim ailəmizdə nəyin ailəmizdə heç nəsildə kanser xəstəsi yoxdur. Xəstəsi yoxdur, amma mutasiyası yoxdur demək deyil. Yəni xəstə olmaya bilər klinik olaraq, amma genotipdə mutasiyası ola bilər. Biz aile dağılımında bütün fəktlər eyni sosial faktorlara məruz qalmır, eyni stres faktoruna məruz qalmır, eyni cür qidalar var, eyni müzik faktorlara məruz qalmır. Yəni mutasiyası var mı? 50% ötürüm övladına, lakin onda xəstəliyiz. Oldu, teşekkür ederim. Oldu Könül xanım, teşekkür ederim. Demək, mən istəyirdim ya genetiklərimiz ya da zaldan bu sözü eşitdim, amma istəyirəm mən deyim. Deməli, xəstənin bizim ən çox süd vəzində mutasiya olan rast gəlmiş genetik genlər hansıdır? Birəcə 1, birəcə 2. Birəcə 1 və birəcə 2 hansı yaşlarda əmələ gəlir? 42 yaşda olan qadında daha çox birəcə 1 əmələ gəlir. Birəcə 1-in mutasiyasıdır. Düzdürmü? 60 yaşda bibidə, 58 yaşda anada, deməli birəcə 2. Yaş artdıqca, genetik bir irsi xəstəliyi tapırıqsa, belə, genç xəstələrdə genetik müayinə nəticəsi birəcə 1 daha üstündür, nəinki yaşlarda birəcə 2. Burada bu xəstədən qohumlarının ikisi də yaşı çox olduğuna görə 58 və 60 yaşında. Əgər bunu genetik yoxlasaq, burada birəcə 1-dən şübhələnməliyik ki, bunun qohumlarında birəcə 2-dən şübhələnməliyik ki, çünki qohumlarında da o çox güman ki, mutasiyası onun olub. Əgər genetik bir xəstəlik olubsa. Bu yaş. Əlavə bir dənə burada var. Hormon pozitiv süd vəzi xərçəngi. Əgər birəcə 1 çıxırsa xəstədə, o xəstələrdə adətən triple negativ şişə olur.
Amma hormon pozitiv şiş olanda onlarda beləcə 2 müsbət olur. Yəni bu nüansları mən istəyirəm ki, sizlər deyəsiniz ki, bəlkə bu xəstədə hansı genin olduğunu, xəstə olduğunu aşkar edə bilək. Mütləq deyil, adət, çoxluq olaraq, yəni onu çatdırmaq istəyirəm zala ki, hormon pozitivdə olur beləcə 2, kişilərdə beləcə 2, gənclərdə beləcə 1, yəni bu üstünlük statistik olaraq belədir. Demək, burada slaydda şəkil tapmadıq deyə belə şəkil qoymuşuq. D ölçüsü süd vəzi deyil, bu biraz kiçik süd vəzi əslində, beləcə olar. Deməli, həmən qadından söhbət gedir. T2 şin ölçüsünü burada bayaq yazmışdıq. Neçə idi? Şin ölçüsü buradadır hələ. Deməli, sol süd vəzində yuxarı bayır kvadratında 50-50 3 sm ölçüsündədir. Dəridə dəyişiklik yoxdur. Gilədən ifrazat yoxdur. Limfa düyünlərində palpasiya olunan limfa düyünləri yoxdur regional nahiyədə. T2 klinik N0, klinik M0 diaqnoz qoyulub. Sternal notçdan giləyə qədər məsafə 29 sm-dir. Hər iki tərəfdə simmetrikdir süd vəzi. Gilə ilə inframamar folid arasında 16 sm məsafə var. Parenximal doz da 7 sm-dir. Belə bir xəstəyə nə müayinələri eləmək, növbəti nə müayinələri eləmək istəyərdiniz? Deməli, radioloqlarımıza keçək. Kimdir bizim radioloqlarımız? Buyurun, verin cavab. Günel xanım, verin. İlk olarak tabii ki diagnostik olarak diagnostik yapılması mütlak. Ve tabii ki hayvanımızın altında 3 santim yani elinden bir ölçüde biliniyor. Yani bu test altında 3 santim ölçüde. Bu test altında ölçüde yapılmıştır yani. Burada mamografi muayenesini yani Bəli. Bu böyle mamografi muayenesini hardasa 3 bayır kvadratta vererek bir lezyondan bahsedilir. Burada işaretlenip yani mikrokayspaç olarak gösteriyor. Ama esas dersinde bir noktada mikroset görüntüsünü de görmek lazımdır. Çünkü her zaman mikrokayspaçların karşılığı mikrosetler görmüyorlar. Hiçbir şekilde görmüyorlar. Burada tam olarak kitlet olan sesi görmüyorlar. Mikrokayspaçlar görürler. Aksi ederek düzgün kontrolü mamografi ya da kist azölü demek çok düzgün değil. Yani çok mesela böyle bildirilmiştir. Eğer kist olarak olduğunu bildirilmiştir. Mesela belirliyografi 6 yılda bir düzgün kontrolü bir lezyon var. Düzgün kontrolü oluyor. Kapasitesi var. Ben burada mikrokaysmatik görebilmiyorum. Tabii ki görüntüden görmek mümkün değil. Ama tekstil olarak bir mikrokaysmatiklerden bahsedebilirim. Eğer bu sahte bilmiyorum, eğer lezyonun olmayansın değil, eğer sen mikrokaysmatik ve operasyonun karşılığı takılırsa nöbet takılmadan evet olacak. Onda mən konkret suallar soruşum. Günel xanım, siz cavabını istəyirsiniz bunları. Bu süd vəzi sıxlığına görə, bu mamografiyada süd vəzi sıxlığına görə hansı tipdir? Evet, ama 40 yaşlandı. Mamografiye göre bir iki günelerden mamografi olarak ileri muayene olarak bu konuda Mən bir də qısa suallar verim. Sağ, sol süd vəzi olduğunu necə bilirik? en azından Asandan başlayırıq. radyologiyada derslerinde bizimle bile bir şey var. Yəni biz rentgen şəklimizi əlimizdə götürüb, risk olmasa çevirsək, bu tərəfə də, bu tərəfə də. Yəni radiolog olmayan cərrah başqası kimyoterapevt necə görsün ki, bu sağ süd vəzi, sol süd vəzi yazılmayıb üstündə heç bir şey. Da bizim sağımızda olduğuna göre bu soru. Hansı üzrə hansı tərəfə baxırsa, həmən süd vəzi. Süd vəzində bir bakteriyanın beraberliğe gelen yukarı bayır kvadranlar. Kvadrantları necə bilirik? Hansı yuxarı bayırdır, hansı aşağıdır? Dikkat şekilde bir yerden yukarıda kalansa ileri yapılırsa aşağı bayırtmadan, yukarı ise yukarı bayırtmadan, eksen halde ileriden aşağısı aşağı bayırtmadan ve yukarı. Ayrı çəkimlər dediyində, CC-də hansında necə? CC nəyi göstərir, hansı kvadrantları göstərir? Konsept gösterirse, eğer diagramda diagramda çekilir, diagramda çekilir, ondan yukarıda kalan, diagramda yukarı bayırtmadan gösterir. Əsasən yuxarı və aşağısını melo göstərir, iç və bayırı sesi göstərir. Yani bu hastanenizde eğer o bayrak dediğiniz hastanedirse bu, yani hiç anamnezin bile tutulamasaydık böyle. Mesela ilk bakışta hem de olsaydı üzümden görmeden ama yukarıda okuyup boyunuz sahibi. En azından administrasyon değerlerde bir başa diyabeti etkilerini. Oraya biraz neçə qoyardınız? Bunlar biraz ölçecektir. 4C. Başqa fikir olan var mı? Bəli. Bir de burada
Qarşılığı olmasa təbii. Bəli, mütləq qarşılığı olmalıdır. Bu mamografiya çox sağ olun. Bu mamografiyada bu işarəlenen ocaqdan başqa ocaq görürsünüzmü? O iki tane dediklərini yox, başqa bir şeylər görürsünüzmü? Bir de aşağı varan kadranta biraz yüksek bir struktur görünür ama kontularını ben buradan tutabilirim. Yani ama aşağıda bizde pis yazılan yeri yok. Yani aşağı varan kadranta bir bez struktur var. Oldu, keçək çox Bu vaxtımız azdır. real kanser görüntüsü prosesinde real kanser. Aha, bu uzi görüntüsü Yani verilen ne kadar informativdir? Aksilla hakkında. Aksilla bunlar reaksiyonlar. Ben mamografide gördüm. Orada bir görmedim. Böyle bundan ama boyunmuş şekilde. Doğru değil. Keçək Evet, növbəti. aslında problemi mesele bu ama bu çok küçük linfodinlerde, bazen normal linfodinlerde yuvarlak linfodinlerle biraz daha belki dinamik olanları açarak görüşü ve aslında en önemli şey ürün ölçüsü değil. Korteks sağlığıdır. 3 veya 2.5 milimine göre değişir miktarda raporlar var. Yani korteksin asimetrik kalınlaşmış olması en önemli maliyet yoluna bize yönlendirdiği bulgudur. Yani tek başına Korteks kalınlığı 2.5 eğer üçünün daha yüksek seviyesi var. Üçünün üzerinde bir asimetrik daha kalınlıqdan çox asimetriyan olsa daha Evet. Evet. Aha. Növbəti indi bütün zala sualımız var. Ən uyğun növbəti addım. USEM-də süd vəznində görünən törəmənin və limfadinin biyopsiyasını edərdim. Hər hansı biyopsiyadan öncə MRT müayinənin aparılması. Mikrokalsifikasyon sahənin stereotaktik biyopsiyası və limfadinin biyopsiyası. Dördüncü, genişliği sübut etmək üçün mikrokalsifikasyon sahənin 2 stereotaktik biyopsiyası, əlavə spekulyar törəmənin ultrases altında biyopsiyası, limfadinin biyopsiyası. Bir dənə fikirləşin və birinciyə səs verənlər əlini qaldırsın zəhmət olmasa. Biri heç kəs istəmir. İkinci, 2, bir 10 adam var. Üçüncü, 3'ü də heç kəs istəmədi. 4. Baxaq görək. Cavab nədir? Heç birimiz tapmadıq. Stereotaktik biyopsiya aparıldı xəstəyə və gördüyünüz kimi hələ bir ocaq eləyiblər, bir dəqiqə. Bəli, həmən xəstədir. Buna aid sualı verim, stereotaktik biyopsiya. Yenə də radiologlara. Deməli, sizin sualım var, Könül xanım. Yox, Könül yox. Neydi adınız? Doktorun, radiologumuzun. Üzülü sayın, proqramı bilmirəm kimlər var. Pərvanə xanım. Pərvanə xanım, sizə də sualım. Stereotaktik biyopsiya nədir? Bax, bu biyopsiya nədir? Stereotipik biyopsiya mamografi altında bir biyopsiyadır. Şüpheli mikrokalsifikasyon makinesine işaretlenen mikroparlan biyopsiyadır. Balkon biyopsiya mamografi altında olabilir. Bir takımlarında buradan ultrases altında bakalım biyopsiyalar vardır. Balkon biyopsiya daha böyle bir parça görüntülüdür. Hatta o yani daha diagnostiktir. Mesela çünkü birçok lezyonda farklı bolkine yüksek riskli lezyonlarda bakım biyopsiyalardır. Hatta tedavi edici yazabilir. Başka fikir olan var mı? MR altında. Pandemik harflere görüntü var. Yani mamalar altında varsa alabilir değil burada. Bəli, hər yerdə əl-çatan deyil, MRT altında biyopsiya. Bak gözlemiyle size o şekilde varsa MR altında da yani. Deməli, bax bu biyopsiya. Teknik olarak da farkı var. Stereotipik biyopsiyada bir mamografi yapılmasını sağlamak gelirse attığımız iğnenin belə deyək ki, ya konsantrasiya olaraq, ya törəmə ikisi gün olursa olan divarını və içindən daxil. Bakın da bir tablogerik kanalın uzaqdan daxil oluyor. Yani törəmələr belə qabağa gedib oradan da görürüz. Bəli.
Deməli, stereotaktik biyopsiya və vakuum biyopsiyanın əsas fərqi, yəni bunu belə anlayırıq ki, vakuum biyopsiyanı böyük şişədə eləyə bilərik, kiçik şişədə eləyə bilərik. Amma stereotaktik biyopsiya da hədəflənmiş. Hədəfimiz kiçik, toz şəkilli olan klassifikasyonlardır ki, hansı ki onu turkat biyopsisini heç cürə biz onu əldə edə bilməyiz. İndi vakuum biyopsiya hər yerdə yoxdur. Düzdür, stereotaktik biyopsiyada yoxdur. Amma yəni əsas fərqi orada kiçik ölçülü şişləri, millimetr ölçülü şişlərin stereotaktik biyopsiya olmadan etmək edir. Amma texnika hamısında eynidir. Kəsib götürməklə olur, aparılır. Geçək 8-ci slaydımıza. Aha. Və stereotaktik biyopsiya olunan zaman xəstəyə mamoqrafiya çəkilir və bunlar aşkar olunur. Xəstədə deməli hələ ki 3 lezyon aşkar olundu. Radioloqlarımız yenə də Pərvanə xanım, görürsünüzmü hər ocağı, 3 ocağın içində? Şuradan içinde görün de lezyon 1.26 milim yazılmış. Bəli, o gördüyümüz, bayaqdan gördüyümüz həmən yerdə, o birinci lezyondur. 26 milli olan, oradan cavab çıxıb intraduktal karsinoma, limfovaskular invaziya yoxdur, grade 2-dir, reseptorları pozitivdir, her negativdir. Buna artık terbiye kavramı. Yox, yəni, bəli. Multisemplik olur. Yani sonraki adım ne olacak? Yəni demək istəyirəm burada ilkin mamografiyada bunları görməmişdik, diqqət etməmişdik. Bir ocaq görmüşdük, bir neçə kalsinat falan gördük, amma yəni bunlardan hamısı təsdiq olundu ki, deməli karsinomaymış. Xəstəyə proses varmış və həmçinin aksiyar limfadünün də biyopsiyası aparılmışdı. Bayaq 4-cü cavab seçilib burada, 4-cü cavab aparılıb. Və orada da limfadünündə həmən reaktiv düşündüyümüz limfadündə metastaz çıxmışdır. Hamısından, hər 3 ocağın içindən də götürülüb. Belki de yerlere tesiri servisini kullanabilir. 26 metre aşağıdaki lezyonlar. O yuxarıda böyük sahə olan, indi var yenə görəcəyik o baxaq digər şəkillərdə. Deməli, burada patoloqlarımız zəhmət olmazsa Savalan doktor, Adilə doktor və Vəli doktor. Şiş burada digər əvvəlki slaydda hər üç heterogen deyil burada, homogen şişlər çıxmışdı. Hamısının reseptor quruluşu eyni çıxdı. Ümumiyyətlə, multisentrik və multifokal şişlərdə nə qədər sıxlıqda şiş heterogenliyi aşkarlanır. Limfovaskulyar invaziya bizə nəyi deyir? Və bir üçüncü sualı deyəcəm. Bu ikisini səsləndirin patoloqlarımız. Ümumiyyətlə, bu hissediyyat çoxluq fərqli odaqdan sıxırsa, hamısına biz ayrı-ayrı grupda en üstü kümeye istifadə edirik. Çünki onlar fərqli sıxa bilirlər. Bu mütləq idi bizdə. Bir də invazyonu göstərmək də çox önəmlidir. Bu ləğətonun metastazının olacağını göstərir. Yəni, xəbərsizdir. Onu verir. Bir də qıcıslarda biz qıcıslarda da her istifadə etmiyor. Ona baxın. DCIS-də herə baxmırsınız demək istədiniz. Aha, invaziv də var da burada. Tək DCIS deyil. Aha, bəli. Hə, digərlərini bilmirəm. Bir kağıtlı şeritlər yox. Yəni, kağıtlı şeritlər Bəli. Aha. Deməli, bir sual da vermək istəyirəm patoloqlara. Deməli, bəzən ilkin şişi tapa bilmirik. Metastatik limfadenindən biyopsiya eləyib, oradan patologunu oradan öyrənirik. Yəni, ilkin şişin üzərində aparılan, indeks şişin üzərində aparılan bütün müayinələri limfadeni üzərində aparmaq mümkündürmü? Əlbəttə ki, mümkündür. Çünki həmin şişin metastazı olduğu üçün bəzən metodları bizə bəs edilir. Onlara baxır. Amma istisna durumlar vardır. Şişin fərqli normlardan olduğu kimi orada başqa bir konu metastaz verə bilər. Amma genellikle bizim her zaman seçimimiz birinci odakta hormonal bakacağız reseptorlara. Ama imkan yoksa, yani bize sadece nerede varsa ona da bakıp değil. Metastazlarda da özellikle değil. Tezden hormonlara bakırız. Tedaviden sonra bir daha bakırız. Çünkü hamısı değişir burada. Bəli. Sonra, bəli, buyurun. Sonra yani tekrar adımız açıya çalışmağa meyilli değiller. Maliyetine baktığımız zaman ama onları da mütləq şekilde tamamlamak lazımdır. Ne? Çünkü Türk yoksa da aparılan analizin hani teknik olarak her hansı bir hatanın olup olmadığı ve diğer sinalize rapor geldiği zaman ona ne temin olabilirsiniz? Tamam, doğru. Bəzən. Her şey bu negatif.
Hakikaten onun triple negatif olmağına emin olmak için orada analitik dönemde, sonra analitik dönemde düzgün aparılmalı Evet. muayene. Evet. Patoloji laboratuvarında ve analitik dönemde tabii ki yönetimlerine müddeti vesaire. Ona göre bunları önlemek için ikinci defa reziksi materialında onun çalışılması mütləq şekilde Əslində bəli, resurslarımız iyi olan. Böyle bir şey de var. Şimdi mesela özellikle mikropapiller, tutma heterogenitesinden danıştı doğru haklılar. Yani bazı yerler spor bir bağlılar, özellikle hirçiyle. Bazı yerler spor 2 olabilir, bazı yerler spor 3 olabilir. Mesela praktikamızda biz bununla rastlaştık arada. Mesela özellikle mikropapiller karşılama, çünkü o zaman hirçi pozitif olur. Normal, non-spesifik invazif bazı karşılamasıyla paraya görülebilir. Ki yoksa da hirçi negatif tarafa uygun gelebilir, yoksa da bir şey. Yani sadece Türk yoksüllərindən onkologiyaya müalicəyə yanaşacaqsa, o zaman xəstənin digər rezeksiya materialında həqiqətdə mövcud olan mikropapillər karşılama ki, orada çox zaman gerici pozitifliyi olur, üst pozitifliyi olur və onun o transfuzion müalicə haqqı əlinə almış olur. Dolayısıyla belə şeylər paraya pula baxmaz məncə. Yəni mütləq şəkildə bunu tətbiq etmək lazımdır. Belə protokolda yazılırsa bunu etmək lazımdır. Heç bir doktorun, heç bir yəni mən onkolog, mən cərrah, yani paraya göre bunu etmekte şey yani belirtisi ihtimal az diyebilmez. Yani Evet. standart statü yüzünden birinde olsa o cevap yakalanabilir ve o hastanın hakkıdır. Bunu en azından hastaya anlatmak lazım. Evet. Teşekkür ederim doktor. Bu etapta başka ne muayene aparılmalıdır? Bu mərhələyə çatdıq. İndi başqa bir müayinə, uzaq orqan müayinəsi lazımdır mı bu xəstəyə? Nə müayinə edərdik? Aha, döş qəfəsi, qarın boşluğu, çanaq, metastaz aşıyalıq. Orada üçü ben çevirmiştim. Aha. Nukleer tipdən burada nüvə təbəbətindən var mı doktorlarımızdan? Nuriye xanım buradaydı bayaq. Yəni hansı mərhələdə edirik PET, FDG, hansı mərhələdə sintigrafiya yaxşı olardı? Əslində olanlarda az öncə ki, tebrik tümör olanda erkən mərhələdə, məsələn, IÇS olanda göstərişi yoxdur. Amma bu xəstədə PET-CT göstərişi var mənə görə. Çünki limfovaskülər invaziyası var, tümörün T-sil yüksəkdir və ayrıca da bozaltı limfadan alınanda belə metastaz varsa, günümüzdə modern tipdə, yəni hansı ölkəyə gedərsə birinci PET-dən. Bəli, amma eləməyiblər bu xəstəyə PET müayinəsini. Demək, bu müayinələrlə kifayətləniblər. Demək, Yunanistanın xəstəsidir, bu arada deyim. Deməli, körpü müalicə aparmışlar. Yəni, xəstənin klinik olaraq T2N1 M0 diaqnozu qoyulduğuna görə, klinik deyil, artıq həm də patoloji qoyulub burada. Genetik müayinənin cavabını gözləyərkən 30 gün ərzində letrazol və 2 ay müddətində yumurtaqların supressiyası aparılmışdır. Kimyoterapevtlərimizə müraciət etmək istəyirəm. Azər Quliyev və Elxan Məmmədov. Elxan doktor. Bu xəstə T2N1 M0'dır. Bəli. 260 değeri yok bizde. Yox. 260 değeri 180 kesinlikle yapılan kimya babasında fayda vardır. 260 değeri düşündükçe bunlar alırsa bizim patolojikten yani kalma olasılığını sağlasın. O denli analiz var. Burada hansı kriminal grupta 3 günden fazla hastaya verilmiş ve bunların %50'si yargılan kimyaya aslında almaması gereken testlerdir. Çünkü patolojikten yani alınır, tümörün greyini düşürülmede en zararlı önemlidir. Burada çarpışık değer bizim için önemli değil. Bir hasta meme koruyucu olamayacak gördük, 3 multisentiktir. Dünya değilse kesinlikle yazılan kimya önemli. Dünya aysa, İngilizce'de kardiyopatilerin yeni çalışmaları var ama bunlar postmenopozal hastalarda daha uygun gibidir. Bu menopozal hastalığı 42 yaşında. Yine de Ümrala, ortalık pozitif, multisentik yine de kimya düşünülebilir. Çox sağ olun doktor. Bəs niyə divantda kimyoterapiya deyil də bu letrazolla ya da yumurtanın supressiyası hansı ki genetik müayinənin cavabını gözləyərkən belə bir yanaşmanız var mı? Xəstələrə vaxt gedir, uzaq o qısa dövrdə bir müalicələr kesinlikle kimyasını başlarım. Antrasiklinden şaşmam, bilmem değilse. Sonrasında orada çünkü antrasiklin bazıları kimyanın bilmem bir tümörde yaklaşık azaltılan %50 değil. Yani
bir genel sağ kalma, stabilite sağ kalma sıkıntı elde ediyor. Ve patolojikten yan durumda 25-30%. Öncesinde yan durumda başlayıp sonrasında ameliyata değil. Teşekkür ederim. Başka kimyoterapevtlerden katkısı olan, fikir olan varsa? Var mı? Buyurun. Merhaba Hanım. Yani sizin təkmilədiyiniz məsələ 42 yaşındadır. Nə qədər zəkanın yetisini bilməsə, doktorun dediyi kimi aksıla tutulma olan, ailəvi riski olan bir xəstə artıq yüksək riskli xəstə hesab edilir və hormon pozitiv olduğu halda belə bu qrupda bəzən yanıldıcı məhz hormon pozitivliyi ilə qalırdı. Neoadjuvant kimyoterapiyanı hak edən qrupa daxil olur. Burada təqdim olunan hormon müalicəsi isə kimyoterapiya deyil də neoadjuvant hormon terapiya yalnız yaşı, çox yaşlı olan və yanaşı xəstəlikləri çox ağır olan, özəl seçilmiş qrup xəstələrə bir alternatif kimi təklif oluna bilər. Yəni, neoadjuvant kimyoterapiya ala biləcək bütün xəstə qrupu bu göstəricilər daxilində hətta genetik testin cavabına qədər məsələ o neoadjuvant müalicənin də bir mənası odur ki, ortada vaxtda boşluğu doldurmaq və əlavə faydasına yararlanmaq. Ona görə də mən də fikrim doktordan eynidir. Teşekkür edirik. Demək, əgər kimyoterapevtlər kimyoterapiyadan başlamağı məsləhət gördülər, cərrahlardan cərrahidən başlamağı düşünənlər var mı? Bizim cərrahlarımız Ceyhun doktor və Önür doktor. Kimyoterapevtlər bu xəstəyə bir neçə ocaq olduğuna görə, yaşı gənc olduğuna görə, limfaden metasaz olduğuna görə kimyoterapiyanı məsləhət gördülər. Hər bir, hansı bir biyoloji formadan asılı olmayaraq. Cərrahlar nə məsləhət görür? Əməliyyat mı, kimyoterapiya mı? Neoadjuvant. Başqa? Bəli. Başqa fikir olan var mı? 3 santimetr. Yani şöyle lokalleri evre en pozitif tünel beyazlar. Aha. Baxaq. Sual. 4 dənə moment var. Görək bunların hansını seçəcəksiniz. MRT ilə bağlı ifadə daha uyğundur? MRT ilə bağlı hansı ifadə daha uyğundur? 1. Əməliyyat həcminə qərar vermək üçün mastektomiya və ya orqan qoruyucu əməliyyat MRT eləməliyik. Mastektomiya planlaşdıran xəstəyə MRT müayinəsinin aparılması vacib deyil, multisentrik kanser olduğuna görə. Ola biləcək kontralateral süd vəzi xərçəngini müəyyən etmək üçün MRT aparmalıyıq. 4-cü, MRT müayinənin heç bir faydası yoxdur. İndi bir dəqiqə fikirləşin. Birinci deyənlər, əllərin qaldırsın zəhmət olmasa. Bir deyən var mı? Yox. Yox. İndiyə kimi olan məlum olan hadisələrdən biz MRT-yə eləyək, eləməyək, bizə MRT nə verəcək, onu təyin etmək istəyirik. Əməliyyat həcminə qərar vermək üçün orqan qoruyucu mastektomiya eləyək. Mastektomiya elədiyimizə görə MRT istəmirik. Kontralateral süd vəzini bilək. Bir də faydası yoxdur, eləməyək. Bu 4-də biri heç kəs seçmədi. 2. 2 bir nəfər. Hələ genetik yoxdur. Genetiki bilmədən, hər xəstəni genetik onsuz da eləyə bilmirik də. Genetikimizi bilmədən hələ cavabı yoxdur. Və yaxud da hesab edir ki, genetik müayinəsi negativdir. Deməli, biri siz seçdiniz Nəsim müəllim, ikini siz seçdiniz doktor. Üçüncünü deyən var mı? 3'ü bir ona yaxın adam istədi 3'ü. 4-cü 4 faydası yoxdur deyən. Bir nəfər də faydası yoxdur deyən var. Baxaq ki, nə deyiblər? MRT eləyiblər, faydası var. Və MRT eləyiblər, bayaq bizim 3 dənə ocağımız var idi. MRT göstərdi ki, çox. MRT göstərdi ki, 5 dənə ocağımız var. İndi o da var. İndi ora gələcək. Hansı, nə zaman eləməliyik? Biyopsiya. Baxın, biyopsiya dediniz. Biyopsiyanın özünü nə zaman etməliyik? MRT-dən öncə ya sonra? MRT-dən öncə. Amma bəzən... Əksini deyən, bu da mübahisəlidir. Əksini deyənlər də var.
Aha. Bence değil, yani ben çok edebiyatlarda tecrübemde görüyorum. Neden? Çünkü bizde biyapsi olmanda hematom olma ihtimali çok yüksek. Hı hı. Yani bir şey olabilir. Tabii ki görüntüsü temel. Şimdi bu hastanın yaxşı olub deyək ki, biyapsiyasız diagnostik alırlar. Hər hansı bir ağırlaşması olmayıb, emniyeti diğer ocaqları görür. Yani indi biyapsiyalı xəstələr görür, nətər hematomla gəlirlər. Onda ocaqları görmək olardı. Yox. Sürətlənir. Əməliyyat olunacaqsa bir mənalı şəkildə biyapsiyadan öncə. Bəli, deməli, belə mübahisəli məsələlər nələrdir? Markeri nə zaman qoymalıyıq? Biyapsi edirik xəstəni. Biyapsi eləyəndə ora markeri qoymalıyıq ya gözləməliyik? Biyapsiyanın cavabı çıxsın, kanser çıxsa təzədən gedib ora markeri qoyaq. Buna fikriniz necədir? Söhbət bu xəstədən getmir. Bax, mübahisəli sualları araşdırırıq. Biyapsiyanı MRT-dən əvvəl eləyək, sonra eləyək. Dedik ki, qərar verdik ki, biyapsiya MRT-dən əvvəl olmalı. MRT biyapsiyadan əvvəl olmalıdır. MRT. İndi biyapsiya eləyirik xəstəni. Biyapsiyanı eləyəndə, həmin eləyən kimi hələ nəticəmiz bilmirik. Kanser çıxacaq, çıxmayacaq. Biyapsiyanı eləyəndə ora bir klip qoymalıyıq, qoymalı deyilik. Onu o zaman qoyaq, biyapsiya eləyən anda mı qoyaq, ya gözləyək patolojinin cavabı çıxsın, sonra gedək həmən yerə bir də klip qoyaq. Buyurun doktor, buyurun. Ultra sonda yok şüpheli bir not görürse birisi koyuyor. Ve burada var gelişim şeylerde. 2020 ensiz. Burada birisi devlet konu mesela. Burada mesela radyologun profesyonel. Bəli, Aysa, o mübahisə də ondadır. Bəzən eğer yüksek şüphesi varsa, biraz 4 yıl değilse, sabah altından bir radyolog çıkmayacaksa, elbette ki xəstəlik... Ümumiyyətlə, əslində, biyapsiya elədiyin hər bir yeri işarələməliyik. Əslində, qaydadan budur. Resurslarımız yaxşı olsaydı, o klipin heç bir xəstəyə ziyanı yox. Necə ki, əməliyyatdan sonra şüa üçün qoyduğumuz kliplər var, o klipi orada qalsın heç. Yəni, heç xoş xasiyyətsin, əməliyyat eləmə. Əslində, biyapsiya edilmiş hər bir xəstəyə imkanımız varsa klipi qoymalıyıq. Çünki nədir burada mübahisə olan məsələn? Bəzən xəstənin biyapsiya elədik, gözləyirik ki, nəticəsi çıxsın, patolojik gedib bu həmən balaca bir düyünə mən klip qoyacam. Bəzən həmən o sərhədsiz düyün olabilirsə, heç həmən yerdən gedib 2 həftə sonra qoyanda həmən yerə qoymaya bilərsən. Amma iynəni sən salmışkən, biyapsiya elədiyin yerdə, tutaq ki, onu ötürücü ilə eləsən əgər, koaksial iynə ilə eləsən əgər, bu zaman həmən yerə də bir klipini buraxsan, bilirsən ki, elədiyin yerdədir klipin. Yəni, o cavab çıxan yeri gelib sonra işarələyib götürə biləcəksən, əgər kiçik bir şeydirsə. Buyurun. Bəli. Bəli. Eləyir. Bəli. Hamısı, bəli, əslində belədir. İndi iş burasındadır ki, bu məntiqlə belə deyirik, amma indi də süd vəzində deyil. Deyin doktor, fikrinizi deyin sonra. Bəli. Sound çalışmasını bahsettim. Sound, bəli. Burada 2023 o kadar inşaat değil ki, radyolog bakırdı ki, bol bakma seyrene eğer 5 yıl Uzi nəticəsinə əsasən qərar verir. farklı, sen metodolojik yanlış negatiflik görmesi düşün. Zaten dünyada da. Bəli. İndi bir fikir demək istəyirəm, bu da bir mübahisəli məsələdir. İndiyə qədər əvvəl klip yox idi, başladıq klipi hamımız ki, klip lazımdır, gərəklidir, hamıya qoyaq, indi bunu danışırıq, məntiqlə də uyğun gəlir. Amma indi də elə kliplər var ki, çox bahalı, biz aydın ucuzlu klipdən danışmırıq. Çox onu daha dəqiq təyin etmək üçün, yanlış pozitivliyi, yanlış negativliyi azaltmaq üçün o Sentimark və ya Hidromark, ən ucuzu Hidromarkdır, Aysel doktor bayaq danışırdı. Yəni o kimi Sirius'un, Pintitude'in, cürbəcür olacaq o belə firmaların cihazları var ki, onlarla klip qoyursan ora. Həmən klipləri qoyursan çox böyük maliyyətlər, bir dənə klip $2500, $5000 bu qiymətlər olan kliplərdir. Onları qoyursan və sonra məlum olur ki, onsuz da aksilər, tutaq ki, aksiyyansı həmən limfa çıxartdın, çıxartmadın, qoltuq altı aksilər limfa düyünlərdə residif ehtimalı, sentinel eləsən də, tad eləsən də, aksilər seksən, cəmisi 2%'dir. Qoltuq altında, yəni proqnozu artıq belirləmir ki, qoltuq altında limfadinin pozitiv olması. Sadəcə mərhələni bilmək üçündür. Və o artıq deyək ki, əgər bu 2% riskə görə, yəni bu qədər bahalı bir şeylərə gərək varmı? Bəlkə klip heç qoymayaq lazım. Yəni artıq bu şeylər də var, tədqiqatlar başlayıb bu üzrə. Buyurun. Patoloğunuz varsa
biyopsi alındı, sonuçta boyadı, şəraitli vesaire maddi durumu. O biyopsi alınan lenfonu çıkarıp patolog bakıp orada iğnenin yerinde görebilir. Bəli, boşluq bəs bu xəstədə görsənir boşluqlar var ki, biyopsiyanın yerində boşluqlar yaranmış görünür. Bəli, bəli. Gördüğünüz programlarda hiç yok. Mecbur olmuş masraflar vermeye. Sonra xəstə onu bərpa eləmək üçün o klipdən 2 qat daha, 3 qat daha maliyet vererek şu derdini bərpa elətdirir. Bilirsiniz, təbii ki, hər bir şeye individual yansımalıdır ve hər bir metod. Bu müəllifin öz əlində işləyir. Suallarımız çoxdur kontrastlı MRT tomosintez mammografiyadan üstün cəhətləri. Biraz keçirəm bunları çünki vaxtımız çox azdır. Növbəti qoyun burada siz onu oxuyun. Mastektomiya, MRT müayinə mastektomiya faizini artırır əslində. Biraz da yalancı pozitiv. MRT çox boyamalar, kontrastla tutulmalar, yalancı olaraq tutulmalar, pozitivlik çoxdur. Ona görə bu da mastektomiya faizini artırmada. Yəni MRT-nin də mənfi cəhətləri var. O demək deyil ki, həmişə bizə o yaxşı, düzgün məlumatlar verir. Bəli. 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 Aha, sensitiv və spesifikliyi fərqli olduğuna görə. Aha. İkinci baxış ultrasəs müayinəsi ediblər. MRT-də görünən non-mas kölgəliyə uyğun olaraq sol silbəzin yuxarı var kvadrantda lezyon 1-in arxa və yuxarı hissəsində 5 mm-dən kiçik soxsalı şübhəli ocaqlar müəyyən edilir. Biyopsiya aparılıb, marker qoyulub. Yenə eyni çıxıb cavabı. Markerlər, bəli. Aha, növbəti keçirəm. Aha, yenə mammografiya şəkilləri bütün 5 ocağın yerləşmə yerini göstərir. Bəzi şeylər keçirəm, ona görə bir dəqiqə. İkinci ultrasəs baxışı belə olan hallarda mütləqdir. Yəni, qatkısı olan varsa deyə bilərsiniz. Yəni, ultrasəs ən əl çatan, ucuz, yəni asan, ziyansız üsuldur ki, hər biri çətinliyə düşəndə bir onun MRT-də mammografiya gördüyünün qarşılığını ultrasəsdə axtarıb, bəzən öncə görmədiyin bir şeyləri görə bilirsiniz. Deməli, bu mammografiya əslində bayaq bizdə çox da informativlik əvvəldən verməmişdi. MRT deməsidir, biz bu bəzi ocaqları qaçırtmışdıq. Keçək digər suala. Növbəti addım, bayaq soruşmuşdum, cərrahiyyə, neoadjuvant kimyoterapiya, neoadjuvant endokrin terapiya, yumurtalıqların supressiyası. 1 deyən, 2 deyən, 2 deyən çoxdur, 3 deyən yoxdur. Baxaq görək nədir? Yenə bu şişlərin biolojisini yazıb, yerlərini bir daha göstərir və cərrahiyəni seçiblər. Əgər cərrahi edərlərsə, ən uyğun cərrahi üsul hansıdır? Mastektomiya, rekonstruksiya ilə bərabər aksiya, diseksiya. Əgər cərrahi etsək. İkinci variant mastektomiya, rekonstruksiya, sentinel limfa düyünün biyopsiyası və ya TAD-la. Üçüncü, döş qəfəsinin perforator plebləri ilə rekonstruksiya və sentinel limfa düyünlərin biyopsiyası TAD. Dördüncü, terapevtik mamoplastika və sentinel limfa düyünü və TAD. Bir də əks hissəsində simmetrizasiya. Limfa düyündən biyopsi olunur. Bəli, metastaz çıxdı. Metastaz var, 5 ocaq var. 5-incisi, 6-cı ocaq atipikdir, deyildi, tam təsdiq olunmadı malin. Amma digər 5 ocaqda, bəli, 5 ocaqda var. 1 deyənlər, 1, 2 deyən, 2, 3, 4, 5 var. 3 deyən yoxdur. 4 deyən bir nəfər. Cəsarətli olun, siz doğrusunuz. Aha. Bu da xəstənin çəkili reduksiya mamoplastika ediblər xəstəyə. Supermedial deməli pediküllə görürsünüz. Bu əməliyyatın Çox böyük risk alır. Bəli, bəli. Aha. Yəni Məncə biraz bunun çoxluq edir. bəli, bunun deməli son olaraq eksiziya materialı 1 mm-dən 24 mm-ə qədər dəyişən C1 multifokal invaziv duktal karsinoma. İnvaziya ilə əlaqədar ümumi tutma sayısı 54. Ümumi ölçü 54 milli olan geniş low-grade DCIS reseptorlar müsbətdir. Deməli, her reseptoru 2 müsbət çıxıb. Histologumuza, yenə də patologumuza müraciət edirəm və burada fiş deyil də diş reaksiyası aparıblar, amplifikasiya tapmayıblar.
Bu fişin hakkında biraz, onun cürbəcür siş var, fiş var. Burada da diş var. Yani bu ne demektir? Yani gümüş bağda. İnstitüt bütçesi. Ben. Ticaretse instiklasyon. Bu diş olan sizler olan karanlık gerekse sahne ama diş sonunda almalı. Ticaretse karanlık sahne apartlı ve deməli nisbətən daha əsaslıydı. Yəni biz Aksos mərkəzimizdə mən yardım istifadə daha doğrusu istifadə etdiyim bir şey değildi. Ben. Əgər istifadə edənlər varsa onlar Ben. Çok sağ olun doktor. Adile Hanım, sizin fikriniz? Bir daha dikkatli çünkü orada o soruna gidebilir. Bir sayısından sonra hareket çekmek lazımdı ve özel mikroskop lazımdı ve onu arşivlemek olmadı. Ama kiş ve diğer diş ispat ettiğimizde onlar solmurlar. Onları biz arşivleyebiliriz. Normal diş mikroskopunda da onlara bakabiliriz. Ben Türkiye'de memorial dişlerde kiş ispat edildik ve çok yararlı ve güzel bir yöntemlerden biriydi ve hasan bir amplifikasyonları çok... Niye o birisini arşivleyemirik, bunu arşivleyirik? Çünkü onlar solurlar. Özel bir fluoresans mikroskopu oldu. Rengi itir yani. Rengi itir ve sorular ona arşivlenmez. Yani sizin elinizde deri yok. Bazen birer şekil arşivleyik ama onlar bitirirler. Ama bunlar hamısı arşivlenmez edeceksiniz sizler. Digər bir sual həm cərrahlara, həm patoloqlara aiddir. Çıxan şişi işarələyirsiniz. Yəni rəngli kənarların sərhədlərini işarələyirsiniz ki, baxsın ki, sağ solu yuxarısı, hansı altı sərhədimiz var, hansı sərhəd pozitivdir, intaktdır. Bunu necə işarələyirsiniz və sizin işarələmələriniz bütün patoloqları narahat alırmı? Birinci cərrahlar desinlər, sonra patoloqlar desin. Bəli, buyurun. Biz patologlarımızla sinkron şəkildə çalışırıq. Cəmi 2 dənə işarət qoyuruq, bir superiora qoyuruq, qısa ipək, bir də long lateral. Hansı tikişdən istifadə edirsiniz işarələmək üçün? Başqa üsuldan istifadə eləmirsiniz? Cərrahlarımız üçün, patologlarımız üçün superiora qısa ipək qoyuruq, laterala uzun ipək qoyuruq. Lateral long olmalıdır. Long. Superior Bəs zamanda başqa elə işarət short. qoyuruq. Sı hərfləri ilə. Zamanda şərait olanda özümüz düşünün patologiyaya, patologlarımızdan biri orada bir baxırıq. Bəli. Siz buyurun doktor, çox sağ olun. Olarak standartizasyon gibi ikisi metalda fotoğraflar değil mi? Onu soruşmaq istirdim. Spesimen açısından belki ben kaçırdım. İndi var sual. Olan önemli değil. Spesimen değil. Bəli. Önerler şeyinde, karakteri şeyinde. Doktor bir şey de belki söyleyesin ama multisentrik öğretimler çalışmalar var bu şekilde. Bəli. Multisentrik şişlərdə mütləq deyək ki, mastektomiya olunsun. Bəli. Multisentriklə bağlı ayrı-ayrı tümörün çıxarılması. Ayrı-ayrı sektor rezeksiya və ayrı-ayrı sektor rezeksiyalarda yeni şua ayrı-ayrı verilmək. Ocaq. Bəli. Bir aksat, bir qarasat. Yerde kalan dördüsü değil. Aha. Bir aksat, bir qarasat, o da markolog gəlir görür. Ən təhlükəsisi sapdır. Alt üst məlumdur, əks tərəflər də bilinir. Alt üst söhbət burada, yəni yuxarını aşağını göstərməkdən getmir. Onu bildik. Onun da əhəmiyyəti var ki, bilsin ki, hansıdır. Amma bunu yuxarını aşağını bildirən hansı üsullar, müxtəlif hansı üsullar var. Biz bir tikişi dedik. Mesela klip boyanda, bəli, klip boyanda həm spesmeni çəkəndə o sərhədi klip üçün qoyurlar, amma belə də kliplə də heç spesmeni çəkmədən klipləyib işarələyən var ki, bir dəfə, 2 dənə, bir dəfə, 3 dənə, 4 dənə buraxmaqla sağı solu bu sayla göstərir. Amma bəzən patolog bu klipləri bəyənmir. Patologların işini çətinləşdirir. O kliplər toxumanı orada əzir, travmaya uğradır və yanlış cavablar verməyə pozitiv. Tikdiyin yerdən keçir şişdə yaxın 1 milli, 2 milli söhbətidir də, klip də orada 1-2 uzunluğu var. O patologları qane etmir. Bu bir, indi patolog deyər. Bir də rəngləmələr var. Və ən çox rəngləmələr və yaxud da masa üstündə bəlkə şəklini təsvir edib, yuxarı aşağı süləş şəklində onun yerləşdirmələr var. Buyurun, sizin fikriniz. Sağ ve sol olduğunu dereceler sonra o iki işaretin əhəmiyyəti var. Biz sağ sol üstə Bilmədən, o işarətdə biz yanıltabilir. Dəri də yoxsa. Dəri olanda daha asan. Daha asan. Anteriori bilirik, diğerler bizi rahatladı. Və bəzi cərrahlar maraqından əməliyyat edib kəsib baxmaq istəyirlər. Biz buna çox qarşıyıq. Yəni bütünlük olunmayacaq. Tam şəkildə olduğu kimi patoloji laboratoriya
gətiriləcək işarətləri ilə bərabər. 3 slaydımız qalıb tutarıq. Və o hər bir cəlalı sənəd, mən memor dedim, bizim orada 6 dənə boyamız var idi və hər cəlalı sənəd ayrı rəngə boyanmışdı. Bəli. Nəzər ki, burada Bizdə o yoxdur. Bax, o iki çoxdur. rəngimiz var, Bəli. sıfırı bir milyon olan Növbəti sualımız, diaqnozumuz hazırdır. T3 N1 M0'dır. Buyurun. Bəli, o körpü müalicə idi o. Yəni ki, bu artıq PT3'dür. T3 N1 çünki hamısı kimya almadı. Aha. Negativ çıxdı. Negativ çıxdı. Bəli. Aha. Kimyoterapiya vermədən Aha. 54 milli olduğuna görə T3 4 milli keçdi. yani yazılan sayılmaz. Aha. Bəli, bəli. Suallarımız əslində çoxdur. Oncotype, mammoprint, bunları stikram. Əslində baxın, burada mənim çox suallar hazırlamışdım. Bu suallar, burada hansını seçirik? Genetik müayinə əsasən kimyoterapiya, yumurtaq funksiyasının azalması, aromataz inhibitoru, genetik müayinə olmadan kimyoterapiya, genetik müayinə, oxuyursunuz da, yəni bir deyənlər, 2 deyən, 3 deyən, genetik müayinə deyəndə burada biz hansı genetik müayinə deyilir? Yəni, BRCA yox, onlar deyil. Kimyoterapiya həssaslıq, o müayinə ki, oncotype, mammoprint. Yəni xəstəyə, T3 N1 xəstəyə kimyoterapiya göstərişdir və bu kimyoterapiya şişin həssaslığını yoxlamaq üçün biz genetik müayinə aparmalıyıq. Oncotype kimi, mammoprint kimi testlər var ki, polisigna. Necə? Göndermiş. O göndərdiyimiz irsi olub olmadığını yoxlaması ayrıca genetik müayinə idi. O BRCA, P53, o genləri təyin etmək üçün olan, onun negativ gəlmədi, deməli negativ çıxdı. Biz indi, yoxdur, olsaydı çıxardı kestalarda. Deməli, bu indi isə xəstənin diaqnozu hazırlanan sonra kimyoterapiyanı xəstəyə belə baxır ki, T3 N1-də aparmalıyıq. Amma o elə xəstə var, bu kimyoterapiyanı alacaq, ona effekt görməyəcək kimyoterapiyadan. Elə xəstə var, buna çox yüksək effekt görəcək. Bunu təyin etmək üçün testlər var, genetik testlər, oncotype, mammoprint, buyurun. Orası sizdir. Bakeminin de çalışması var. Eriksson, bəli. T3N1'de genetik test yapılır. Oncotype de yapılır. Mammoprint de yapılmaz. Oncotype DX de yapılır. Burada yüksek riskli hastalık kesinlikle bilemiyontoza gördüğünde kimyasını alacak. Düşük riskli gelirse hormon terapiye doğru. Habermasikler gelirlikte, habermasiklerin çalışmasında monoarşifet çalışmasıdır. Orada da T3 hastalar alınmış ama daha çok gençi 4 ve 5 üzerinden nikotinifos olan hastalar alınmış. Bir nikotin olan hasta alınmamış. Bu çalışmada. Başka bir alternatif olur. Mesela liposiklik olabilir orada. Onlar bile çalışmasında en sık olan hastalar bile alınmış. Yani genetik muayeneden beklerim. Vaktim varsa beklerim. Genetik muayenenin cevabını şu riskli gelirse olmasına rağmen yine de hormon yoluyla giderim. Eğer hormon yoluyla gidermişse de o Softex çalışmasına göre de ovarian süpresyon olacak. Aromataz inhibitörü üstünlüğü vardır egzemeslanın üzerinde. Ama eski menopoza kadınlarda hala değişmedik. Tamoksiferin yan etki bakımında daha tolerant olduğu için tamoksiferin ürünleri için şu aromataz inhibitörünün orada sadece katkısı 2.3 faizdir. Çox təşəkkür edirəm doktor. Sürətli keçirəm bu testlər haqqında ayrı-ayrı danışıq. Yəni sabah da var. Bunları yəqin ki danışacaq. Hələ sabahki кейsimizdə var. Digər suallara keçdik. Burada alındı 16. 16 əslində çox da yüksək şey deyil. Buyurun. Kim fikir bildirir? Bu neyle? Bu mammoprint. Bəli, bəli. Recurrence skoru 16'dır.
16'da, bəli. Orta risk ise premenopozda yine Çin alacak ama Aha. eğer iki türlü şey var. Monoklinikle yapılmışsa monoklinikle yapılmışsa orta diyelim bir şey yoktur. Düşük var, yüksek var. Hı. Teste verilmesi lazım. Hı hı. Ama bu 92, 99, 96 faizler değil. Bəli, 9 illik göstəriciləri. Yəni bu xəstədə 16 çıxmışdır rekurrent skoru. 9 illik distant metastaz vermə riski 15%-dir və kimyoterapiyadan effekt görməyəcək. No benefit yox. Bəli. Bəli. Əslində bəli. Aşağı olanda nə qədər faiz aşağı olacaq kimyoterapiya bu rekurrent skor 16 yox 10 11 yəni 10 ilə 15 arası biraz şey 10-dan aşağı olanda kimyoterapiya olunmur, hormon terapiya effekt görülür amma 15-dən yuxarı olduqda kimyoterapiya gedir. 10 15 arası biraz gri zondur. TC olsa bile yeterli burada. Biraz az olsun şimdi. Aha. T3 multifokal və biopsiya təsdiqlənmiş bir müsbət limfa düyünü olan 2 mənfi limfa düyünü nəzərə alınmaqla ən uyğun müalicə hansıdır? Yəni xəstəni əməliyyat etdilər, 3 limfa düyünü çıxardılar, biri metastaz çıxıb, ikisi təmiz çıxıb, multifokaldır, multisentrik hesab eləmədilər, hamısı bir kvadrantda yerləşdiyinə görə multifokal oldu. Aksiyər, birinci nəticə, aksiyər müalicə ehtiyacı yoxdur, ancaq bütün sübhəzdən radioterapiya verirəm. Radioterapiyada darıqlar sizə də gəldi çatdıq. İkinci, aksiyər limfa düyünlər diseksiya edərəm və bütün sübhəzdən radioterapiya verərəm. Bütün sübhəzdən radioterapiya verərəm, aksiyər zona radioterapiya verərəm, intramamar limfa düyünlər radioterapiya verərəm. Əvvəl səsləndirmədən əvvəl bizim radioterapiyatlara müraciət edirik. Sizin fikriniz nədir? Nə edərdiniz? Yani T3 olduğu için, multifokal olduğu için, altı üçlü kademini çıkardık. Yani internet sektörün sağlamış faiz sayısının bir pozitifliği de var. O yüzden hastanenin bütün süreçlerine radyoterapi bir manalı olacak. O yüzden aksılar bana radyoterapi kulaksıyla çoğalayalım. Kulaksında supra, radyoterapya ve mamari internet affederim. Çünkü yüksek hastalık hasta olduğu için bir de yerleşim şeyde çok fayda olduğu için yani bir yere fokuslanmış olmak için mamari internetin bir de sağlık içine salınmaydı. Deməli, seviyəli olmuş xəstə bir lenf-nod metastazı var. İki ən böyük fərqlatın nəticəsinə əsasən, amalus lezion bir fərqlatların nəticəsinə əsasən, xəstəyə aksilər lenf-nod diseksiyonu etmədən də aksilər regional şualanma notlarımızla eyni lokal notları əldə etmək mümkündür. Yəni, burada hətta limfoidin, melanosinit, hasarı, aksilər cərrahlar Ama ben bildiğim yerlerince bu daxil olur. T2 tümörlerden söhbət. Hə, T3'dür bu biraz. İkincisi en az 4 tane limfa düğünü istəyir senden. Çünkü niye 4 tane? 4 tane istəyir ki en az ikisi pozitif olanda artıq. Dəqiq qərar verəsən. Bu T3 tümördür. Ama ona göre de yavaş. Radioterapiya. Yəni aksiyər seksiya onsuz da ehtiyac yoxdur. Aksiler diseksiya niye görülmelidir? Yani aksiler diseksiyası olsaydı mesela bir 10-11 limfadımız falan paralel bir pozitiftirse bizim için alanlarımızı daha da küçültebilirdik. Yani ne yani diseksiya olan mesela 3-2 diseksiya Oranı təmiz. 1-2 diseksiya Etmeyiciydi bir şey verir. 3-4 normal üzerine giderdik. 1-2'ni koruyardık zaten. Yani lenföden gelecekte mesela yapmazdı. Ama yani sadece Selene Bey çünkü geçmiş kulaksızlar ama Bunu bilmediğim için soruşuyorum. Aksiler diseksiyon olsaydı, diye ki 15 limfa düğünü çıkarttı, birinde de metastaz var. Bu sizin radyoterapiye dozanıza təsir ederdi. Dozanıza təsir edir. Ağımızı kiçildəcək. Siz disekte olmazsa doları şu an tanımını daxil etmeli. Ama disekte limfonlarını ancak alır. Yani disekte olmayan limfa düğünler alınır. Onlar da genelde level 3-4 ve mamar internet. Çok da bir şey. Limfa düğünündə ekstra kapsüller yardımın nə dərəcədə müalicə təsiri vardır? Məsələn, yazıb yazmamaqla Benim için çok önemli. Hem de bir disekte olup da bir limfa düğünü metastazı çıkıp ekstra kapsüler extension varsa yine aksiler güzel bir tarafı ne bileyim. Bakmayarak orada level 1-2 çıkardı.
Bizim için önemli bir önemli. Kapsüler invaziyasında çok enflasyonları değiştirmesin. Diğer alanlarda mesela baş boyunda, servis kanseriyle diğer sahnelerde mesela hemorrajilerde enflasyonları bile tercih edilir. Yani mesela kapsüler invaziyalar için varsa biz sadece radyoterapi değil, fonksiyonel olarak hemorrajilleri verip daha yüksek kısmında hayırlı bölgelerin yani bunun için cerrahisinin pozitiflikle önemli bir faktör. Yavaş yavaş aksiler seçmeler bir şeyler alır. Radyoterapide de deeskalasiyon var. Biraz da her tərəfdə. Yəni bir müalicəni azaldıb digərini Ceyhun doktor. Bir müalicəni azaldıb digərini artırmamağa deeskalasyon deyilir. Amma buradan cərrahini azaldıb, oradan kimyoterapi ilə radioterapini artırırsansa bu yenə deeskalasyon sayılmır. Ekonomik əməliyyatlar, müalicə sayılmır. Yəni əgər bütün müalicələri nəysə azaldırsansa bunda olur ki azalma. Demək, radyoterapiya haqqında başqa qatqısı, sualı, əksinə olan, başqa fikir olan varsa, yoxdur. Plastik cərrahlardan qalan varmı zalda? Bu saata qalmadı. Bəlkə onkoplastik cərrahlarımız onda cavab verəcək. Giləni harda buraxmaq lazımdır ki, yəni belə ptozlar, yəni bəzən gilə görürsünüz burada normadan yuxarıdadır. Yəni daha biraz aşağıda olsaydı, plastik cərrahımız daha yaxşı bu sualı cavablayardı. Hansı texnik etmək lazımdır ki, yəni normada, məsəl üçün, implant qoyduğumuzda həmən şüfa müalicəsi alacaqsa, həmən süd vəzini biraz böyük buraxırıq ki, o şüfa terapisi alandan sonra kiçiləcək. Düzdürmü? Yəni burada da giləni biraz aşağıda qoyaqmı, əməliyyat zamanı biraz yuxarıda qoyaqmı, bu görüntünü sonra almayaq. Necə etmək lazımdır ki, normada? Sonra burada artıq ptoz var, vəz toxmasının ptozu var. Gilə düşməsə, amma vəz toxması normadan inframamar foliddən aşağı düşüb, ptozu var. Plastik cerrahımızda cavabını soruşarıq. Bu bizim sonuncu deməli slaydımız idi. Bu saata görə qaldığınıza görə hamınıza təşəkkür edirik və